Deməli, bugünkü dərsimizdə biz sizlərlə Pythonda list funksiyası, split və join metodlarına baxacağıq və birinci növbədə istəyərdim başlayım list funksiyasından. List funksiyasının təyinatı sətri siyahıya çevirməkdir. Məsələn, split metodunun təyinatı sətri siyahıya çevirməkdir. Join-in təyinatı siyahını sətrə çevirməkdir. Amma sintaksislərə və nümunələrə keçməzdən öncə bir şey qeyd edək. Ümumiyyətlə nəyə lazımdır ki, sətri siyahıya keçək və yaxud siyahını sətrə keçək? Burada əsas məqsədimiz nədən ibarətdir? Biz sizlərlə sətirlərdən danışdıq, orada müxtəlif metodlardan danışdıq, funksiyalardan və həmçində siyahılardan ötən dərsimizdə. Və orada fikir versəz, bəzi metodlar var ki, sətirdə var, siyahıda yoxdur. Bəzisi var, siyahıda var, sətirdə yoxdur. Və həmçinin də siyahı ilə sətrin təməl fərqlərindən biri nə idi? Sətirlər immutable olan obyektlərdir, dəyişdirmək mümkün deyil. Siyahılar isə mutable, yəni dəyişikliyə açıq olan obyektlərdir, dəyişdirilə bilən obyektlərdir. Bu baxımdan da bizə bu keçidlər ona görə lazım olur ki, məsələn, sətirdə verilmiş hər hansı bir sətr formasında veriləni biz siyahıya çevirək, siyahılar üzərində olan metodlardan istifadə etməklə onu dəyişdirək, özümüzə lazım olan vəziyyətə gətirək və sonradan yenə də sətrə çevirək. Yəni o metodlar ki, sətirdə keçmir, biz onu siyahıya çevirib siyahının metodlarla işləyək, özümüzə lazım olan işləri orada görək, daha sonra iş bitəndən sonra yenidən onu sətrə çevirək. Yəni bu məqsədlərlə list, split və join istifadə edə bilirik. Bunlardan list və split sətri siyahıya çevirmək üçün, join isə siyahını sətrə çevirmək üçün istifadə olunan bir metoddur. İndi gəlin yavaş-yavaş başlayaq sintaksislərinə, daha sonra da praktik nümunələr də göstərəcəyik əlbəttə ki. Məsələn, belə bir şey yazırıq, A bərabərdir dırnaqda salam. Belə bir sətr dırnaqda yazılıbsa, əlbəttə ki, A dəyişəninə mənimsədirik və birbaşa printdə yaza bilərik. Print list A. Yəni A sətrini siyahıya çevir. Və proqramı mən run edirəm. Görək ki, hansı formada bir nəticə əldə edirik. Və nəticəyə fikir versək, gözəl insanlar. Birinci növbədə onu qeyd edək ki, baxın, kvadrat mötərizə varsa, demək ki, bizim aldığımız nəticə siyahıdır. Amma burada qayda nədir? Listin qaydası nədir? Sətrin hər bir simvolunu siyahıya çevirir. Hər bir simvolunu. Yəni sətrin hər simvolu siyahının ayrıca bir elementi olur, vergüllə də ayrılıb görə bilərik. Və yaxud da biz bilirik ki, sətri klaviaturadan daxil etmək üçün biz A bərabərdir input istifadə edirik. Inputdan alınan dəyər əlbəttə ki, stringdir və deyək ki, print chop et list A. Bu formada da yazsaq, əlbəttə eyni nəticələr əldə edəcəyik. Məsəl üçün, salam bu formada. Və yaxud da bilirik ki, inputdan biz 1452 versək, əlbəttə ki, bu ədəd deyil, inputdan alınan dəyər bir daha da qeyd edirik ki, stringdir və nəticəyə fikir versək, dırnaqda 1, dırnaqda 4, dırnaqda 5, dırnaqda 2. Yəni, string olaraq məsələ odur. Və bu nəticəmizi də burada qeyd edə bilərik, yəni. Və yaxud da daha qısa yazılış formasından istifadə edə bilərik. Birbaşa yaza bilərəm ki, A bərabərdir list input, belə bir yazılış funksiyası, qaydası, sintaksisi, iç-içə funksiyalar. Əlbəttə ki, əvvəlcə daxili funksiya işləyir, input, klaviaturadan verilən daxil edilir. Daxil edilən sətr tipində olan verilən listə çevrilir. Yəni, siyahıya çevrilir. Və burada print A yazsaq bu formada və nəticəni yenə də biz ekrana versək, 1452 versək həmən qayda, salam versək həmən qayda. Və yaxud da daha qısa formatda
birbaşa əgər mən bir iş görməyəcəmsə, sadəcə ekrana verirəmsə, print, çap et nəyi? List edərək nəyi? Inputdan alınmış dəyəri bu formada da yazsaq və salam və 1452 məsələn bu formada nəticələr əldə edə bilərik. Əlbəttə ki, burada biz listə çevirməkdən məqsədimiz list üzərindəki əməliyyatları aparmaqdırsa, birbaşa printə vermək sərf etmir. Ona görə də sadəcə ekrana verirsə, bəli, yazmaq mümkündür. Bəzən bizim şagirdlərimiz bu formada, yəni qeyd edirlər. Ə, Məsələn, uzun yazılış deyək də, A bərabərdir input, daha sonra A bərabərdir list A, bu formada nəm print A. Bu qədər uzatmağa ehtiyac yoxdur. Birbaşa əgər sən ikinci sətirdə zaten list A edəcəksənsə, da onda A-nı niyə input edirsən? Birbaşa elə burada list input elə. Onsuz da ikinci sətirdə, yəni növbəti əmrin onu listə çevirməkdirsə, bu formada list input formasında yaz. Daha sonra da A üzərində nə işlər görmək istəsən görə bilərsən. Əlbəttə ki, burada bir daha da qeyd edirəm, A dəyişəni artıq siyahı tipindədir. Bu da yaddan çıxmasın. Belə qısa yazılış formaları ilə də qeyd etmək olar. Onda biz belə başa düşürük ki, gözəl insanlar, list funksiyası sətrin hər bir simvolunu siyahının bir elementinə çevirir. Və belə bir funksiya daşıyır özündə list funksiyası. Bunu da düzəldək bu formada. Bu danışdığım hissə list funksiyası haqqındaydı. Hələ ki nümunələrə keçmirəm. Nümunələr deyəcəyik inşallah, amma öyrənək, daha sonra nümunələrə də baxacağıq. İkinci bir məsələ. Split metodu. Split metodu da sətri siyahıya çevirir. Amma fərqlidir listdən. Niyə görə? Məsəl üçün belə bir nümunə yazıram. A bərabərdir. Deyək ki, dırnaqda İspaniya məsələn. Və nöqtə split metod bu formada yazılır. Ayır bunu deyirəm. Dırnaqda n. N-ya görə split, ayır və print A bu formada yazırıq. Və bu yazılışın mənası nədir? Split metodunun təyinatı sətri siyahının elementlərinə bölür. Sətri siyahının elementlərinə ayırır. Nəyə əsasən ayırır? Hardan bölür? Necə təyin edir ki, hardan bölməlidir sətri? Onu biz təyin edirik dırnaqda verdiyimiz simvolla. Biz demişik ki, İspaniya adlı sətri n simvoluna görə siyahının elementlərinə böl. Və bu o deməkdir ki, İSPA bu formada gəlir, n-ya görə bölür. İYA bu formada ikinci nəticəmiz olur, ikinci elementimiz. Və fikir versəz nəticəyə belə bir nəticə biz əldə edəcəyik. Demək, hansı simvola görə bölürüksə, həmən simvolu oradan atırıq. İndi burada digər bir məsələ. Məsəl üçün, belə bir şey yazar. İspaniya, tutaq ki, deyirəm, dırnaqda İspaniya və boşluq qoyuram Almaniya. Bu formada yazıram və İndi gəl bu sətri biz bölək. Yenə də bölək. Nöqtə split və n-ə görə bölək və print A edək. İndi burada 2n var. Nə qədər n olmağının fərqi yoxdur. Split metodu n simvolunu bizim misala əsasən harda görsə, oradan böləcək. Yəni birinci olacaq İSPA, n-nı atdım. İYA boşluq A n-nı atdım. Və növbəti elementimiz İY və A bu formada verəcək. Nəticəni çap etsək, baxın, ikinci nəticəmiz buradan alınan nəticədir. Demək, split barəsində biz bunu öyrəndik ki, sətri siyahının elementlərinə bölür, ayırır, verilmiş simvola əsasən. Başqa cür yazaq bunu, yəni bu formada yazmaq məcburiyyətində deyilik. Başqa cür yazaq. Məsəl üçün,
Bir daha da A bərabər input yaza bilərik. Inputdan alınan dəyər onsuz da stringdir. Və deyək ki, hər hansı bir dəyişənə mənimsədərək də yazmaq olar. İndi mən bayaqdan birbaşa eləyirdim, amma belə də yazmaq olar. Məsəl üçün h bərabərdir A nöqtə split, A sətrini böl. Nəyə əsasən bölsün? Deyək ki, məsəl üçün elə n-ya görə və print h bu formada. Print h yazaq belə və proqramı run edirəm. N simvoluna görə bölək. Məsəl üçün bu dəfə informatika daxil etsəm, fikir ver. Burada bax birinci simvolu götürdü, n-i atdı, n-ə görə ayırdı. Formatika isə ikinci elementimiz olacaq. Demək, verilmiş sətri göstərilən işarəyə görə siyahının elementlərinə ayırmaq, splitin təyinatı budur. İndi bir məsələ, bunu da dəqiqləşdirək. Spliti, məsəl üçün, biz nə cür tətbiq edə bilərik? Harda bizə lazım ola bilər? Biz niyə sətri bölək müəyyən elementə görə? Niyə bölməliyik? Bir çox proqramlarda bizə lazım olacaq bu məsələ. Bir çox proqramlarda, yəni yazı işlərində. Və onların ən vacibi, bilirsiniz nədir? Ən vacibi əvvəli klaviaturadan arasında bir boşluq olmaqla daxil edilən sözlərdən proqramın ardını yazmıram. Yəni burada ardında 100 cür şeylər fikirləşmək olar proqram olması üçün və qarşılaşacağıq biz sizlərlə işləyəcəyik. Amma əsas məsələ birinci hissə nədir? Sətirdən sözləri ayırmaq. Yaxşı, sətirdən sözləri biz necə ayıracağıq? Split metodu ilə. Yəni bu başlıqla başlayan istənilən yazı işinin birinci məsələsi split edib sətirdən sözləri ayırmaqdır. Yəni nə demək istəyirik? Gəlin praktik bir nümunə ilə də göstərək. Məsəl üçün A bərabərdir input. Daxil edim, klaviaturadan bir sətr daxil edirəm. Məsələn, belə bir sətr daxil edəcəm. Tutaq ki, salam, boşluq, dünya, boşluq, informatika, boşluq, dərs, boşluq, oxu. Belə bir sətr daxil etdim. İndi mənə deyir ki, buradakı sözləri ayır. Sözləri əlbəttə ki, biz boşluğa görə ayıracağıq. Onda mən yazacağam ki, A bərabərdir və ya B bərabər fərq eləməz. A nöqtə split, A sətrini böl. Nəyə əsasən? Boşluğa görə və print A, A-nı çap edək. Boşluğa görə bölsün və hər bir sözü siyahının bir elementi etsin. Və proqramı run edirəm və deyək ki, elə bu sətri də daxil edirik. Ctrl-C və Ctrl-V. Bu formada indi bax fikir ver, sətrin hər bir sözü siyahının bir elementinə çevrildi. Artıq bundan sonra yazı işində bizə nə desə biz edə bilərik. Qalan qalır digər məsələlər. Məsəl üçün deyə bilər ki, ən uzun sözü seç. Məsələn, sözlərin uzunluqlarını başqa bir siyahıya əlavə et. Nə bilim, sonu A ilə bitən sözlərin sayını tap. Demək, birinci növbədə məsələ nədir burada? Sözü ayırmaq. Sözü ayırıb daha sonra dövrə girib hər bir sözlə bağlı işlər görmək olar. Dövrlər də qeyd olunacaq əlbəttə ki. Bu bir məsələ. Yəni sözlərlə bağlı məsələ. Ona görə də split metodu çox önəmlidir, çox vacibdir. Splitin yazılma qaydası necədir? Ya sətri dırnaqda birbaşa bura veririk, nöqtə split edirik və ya inputu mənimsədirik hər hansı bir dəyişənə və həmən dəyişən adı nöqtə split nəyə görə ayıracaqsa onu da qeyd edirik. Və yaxud da bax, bu tipdə başlayan sualları mən zaten birinci nə elədim? A-nı input elədim. Daha sonra həmən A-nı split elədim. Bunu elə birbaşa da etmək olar. Məsələn, mən yaza bilərəm ki, A bərabərdir input daxil edilmiş sətri kənarda nöqtə split input nöqtə split boşluğa görə ayır. Məsələn, print A bu formada yaza bilərəm. İndi birdən yenə sual çıxar ki, müəllim, iç-içə funksiya yazanda biz belə yazmırdıq. Biz məsəl üçün bayaq da biz sizlər məsələn print list input hamısını mötərizə daxilində. Əvvəla ki split funksiya deyil metoddur.
Bu birinci məsələ. Yəni sintakslər niyə xüsusi vurğulayıram? Sintaksisi bilməsək yazı işlərimiz doğru deyil. Bu başdan bunu da qeyd edirik. İkinci məsələ. İkinci məsələ budur ki, baxın burada biz necə yazdıq? Necə yazdıq? Sətri qoyduq bura, daha sonra nöqtə split. O sətri istəsəm A bərabər input eləyib A nöqtə split. Və yaxud da elə input edərəm, input. Bax, buradan alınan nəticə stringdir. Həmən stringi nöqtə split yazılış qaydası sintaksi budur və bu formada yazsam salam, dünya, informatika da uzatmıram və hər bir söz siyahının bir elementinə çevrilir. Bu da öz yerində. Bunda bu formada yazırıq və digər bir məsələ. Məsəl üçün belə bir şey deyək. A bərabərdir input daxil et klaviaturadan və onu split elə və print A. Burada fərq nədən ibarət oldu? Mən burada splitin arqumentinə dırnaqda heç bir şey yazmadım. Sadəcə split yazdım və mötərizəni açıb bağladım. Bu formada yazılış sintaksi doğrudurmu? Bəli, doğrudur. Bu işləyəcəkmi? Bəli, işləyəcək. Yaxşı, bəs nəyə əsasən böləcək? Susmaya görə, boşluğa görə böləcək. Və yenə də bunu mən icra edirəm. Bu formada salam dünya informatika. Bu formada vursaq, yenə də eyni nəticəni alırıq. Bu nəticəni də əlbəttə ki, bura atmaq lazımdır bu formada. Və yaxşı, onda belə çıxır ki, splitin susma qiyməti bizdə nədir? Boşluğa görə ayırmaqdır. Tamam, okey, okey. Yaxşı, belə bir nümunə yazaq və görək ki, burada da fərqli bir variant varmı, yoxmu, ona diqqət edək. Məsəl üçün yazıram ki, A bərabərdir input bu formada. Və ayrı-ayrı dəyişənləri verəcəm. B bərabərdir A nöqtə split dırnaqda və C bərabərdir A nöqtə split dırnaqsız. Sadəcə split. Və printə verək B-ni, daha sonra da elə aşağısından da verək print C bu formada. Ardıcıl yazaq, baxaq görək nədir. Əgər splitin susma qiyməti boşluğa görə ayırmaqdırsa, onda biz hər ikisində eyni cavabı almalıyıq. Eyni cavabı almalıyıq və gəlin proqramı run edək, Ctrl-C və run, Ctrl-V. Proqramı run edək və görək eyni cavablar alırıqmı? Enter vururam. Bəli, eyni cavablar alırıq hər ikisində. Hər ikisində eyni cavab alırıq. Bu birinci məsələ. İndi gələk digər məsələyə. Bu dəfə mən belə daxil edəcəm. Salam, boşluq, 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 dünya, boşluq, 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 informatika. Əgər eynidirsə, eyni cavabı almalıyıq yenə. Və bu halda mən run edəndə artıq fərqli cavablar alırıq. Özünüz də baxırsınız və görürsünüz. Demək, bununla bu həmişə eyni şey deyil. Bir yerdə fərqlənir. O da nədir? Boşluq məsələsi. Boşluq məsələsi. Demək, burada A nöqtə split edib boşluq işarəsi yazırıqsa, onda nə baş verir? Baxın, burada boşluqların sayı 1, 2, 3, 4-dür. Burada boş olan elementlərin sayı 1, 2, 3-dür. Demək, birinci boşluğu ayrıcı simvol olaraq qəbul edir, digərlərini isə element olaraq ora əlavə edir. Və yaxud da buradan bura baxsaq, bax fikir ver, 1, 2, 3, 4, 5, 6, 7 boşluq var. Buradakıları saysaq 1, 2, 3, 4, 5, 6. Demək ki, birinci rast gəldiyi boşluğu ayrıcı simvol olaraq qəbul edib, digərlərini isə ayrıcı simvol olaraq qəbul etmir. Simvol kimi ora qeyd edir sadəcə. Amma split'i bu formada yazsaq, yəni arqumentinə heç bir şey verməsək, onda bütün o boşluqları nəzərə almadan bir boşluğa görə, yəni normal qayda ilə bayaq necə bir boşluqla verilirsə, o formada məsələ icra olunur. Və yekunda aldığımız deməli nəticədə A siyahısında
bu formada alınır və buradakı boşluqlar əmələ gəlmir. Yəni spliti bu formada yazanda sözlər arası, simvol arası neçə boşluq qoyduğumuz önəmli deyil. Ona görə də yuxarıdakı cümlədə ki, bizə deyirdi arasında bir boşluq olmaqla, bu sözü deməsə belə biz yenə də sözləri ayıra bilərik. Desədik ki, məsələn, klaviatürün arasında bir və ya bir neçə boşluq olmaqla daxil edilən sözlər. Bir və ya bir neçə boşluq olsun. Biz yenə də oradan sözləri ala bilirik. Hansı üsuldan splitə heç bir ayrıcı simvol qeyd etmədən almağımız mümkündür. Ona görə də gəlin bu formada bunları da burada biz əlavə edək ki, sonradan sizə dərsdə yazdığımız kodların PDF-ini göndərəndə nəyin nə olduğunu anlaya biləsiniz bu formada və bunun da nəticəsi bu formada. Demək, splitin təyinatı qısaca biz desək, bu hissələri şərh alıram. Splitin təyinatı, split metodu sətri verilmiş simvola görə siyahının elementlərinə ayırır. Susmaya görə, onu da qeyd edək, susmaya görə ayrıcı simvol olaraq boşluq simvolu qəbul edilir. Bunu da split barəsində qeyd etdik. Bu oldu iki dənə ki, biz şey öyrəndik. Biri list funksiyası və biri split metodu. Bu sətri siyahıya çevirmək üçündür. Yaxşı, bəs siyahını sətrə çevirmək üçün bizə nə lazım olacaq? Siyahını sətrə çevirmək üçün biz join metoduna müraciət etməliyik. Join metoduna və bu metodun mənası nədir? Əvvəla izahını deyirəm. Siyahının elementlərini bir sətirdə birləşdirmək. Siyahının ayrı-ayrı elementlərini bir sətirdə birləşdirmək. Join-in təyinatı bundan ibarətdir. Və görək ki, bu birləşdirmə məsələsi necə ola bilər? Necə ola bilər? Məsələn, bir nümunə yazaq sizlərlə. Deyək ki, A bərabərdir. Biz siyahı götürək. Dırnaqda məsəl üçün salam, birinci elementi belə olsun. Dırnaqda 142, ikinci elementi belə olsun. Üçüncü elementi isə tutaq ki, dünya bu formada. Və mən istəyirəm ki, bu siyahının ayrı-ayrı elementlərini birləşdirsin, bir sətr eləsin. Bunun üçün yazıram. Tutaq ki, hər hansı bir dəyişən götürək. H bərabərdir. Dırnaq, nöqtə, join birləşdir nəyi? A siyahısının elementlərini və print h. Bu dırnaq nəyə lazımdır? Yəni nə ilə birləşdirsin? Hansı simvolla birləşdirsin? Məsələn, burada gəlin 3 dənə nida qoyaq. Tutaq ki, və nəticəni run edirəm. Bax, fikir ver. Birinci element salam, 3 dənə nida. İkinci element 142, 3 nida. Və üçüncü element dünya. Bu formada bir nəticə almış olacağıq. Və buradan biz belə başa düşürük ki, join əslində splitin əksini yerinə yetirən bir funksiyadır. Splitin əksini. Split verilmiş işarəyə görə bölür, ayırır, siyahıya çevirir. Join isə verilmiş işarəyə əsasən sətirdə birləşdirir, bir sətirdə birləşdirir. Mənası bundan ibarətdir. Başqa bir nümunə göstərək sizlərlə. Məsəl üçün deyirəm ki, A bərabərdir belə bir e, siyahı götürək və elementləri olsun, tutaq ki, 4 elementləri olsun, 2 məsələn, daha sonra 5, çox uzatmayacağım, dırnaqda 3 bu formada və yazıram ki, h bərabərdir, dırnaq açdıq, bağladıq, nöqtə, join birləşdir A. A siyahısının elementlərini birləşdir və print h. Yaxşı, arasına bir işarə qoymadıq. Bəli, qoymadıq. Qoymadıq çünki arasında heç bir işarə olmağını istəmirəm. İstəyirəm ki, 4, 2, 5, 3 ardıcıl birləşsin və bu formada versək 4253 cavabını
alacağıq. Amma hansı tipdə? Əlbəttə ki, string tipindədir. Bu 4253 ədəd deyil, stringdir. Çünki join siyahını sətrə çevirir. Sətrə çevirir. Və digər bir məsələ. Demək biz sətrə çevirdik. Daha sonra buradan int-ə çevirə bilərikmi? Bəli. Mən burada int haşı versəm ekrana, artıq həmən 4253 int olacaq və onunla da bağlı nə iş görmək istəsək yerinə yetirə bilərik. Demək onda belə çıxır ki, biz inti STR-ə, STR-i listə, təzədən listi STR-ə və STR-i də intə çevirmək şansımız var, mümkündür. Məsəl üçün bunu bir gedişatla göstərsək, ən uzun variantda deyirəm, yəni A bərabərdir int input, bir ədəd. Daha sonra A bərabər STR. Əslində mənasızdır. Yəni zaten bu A-nı STR edəcəksin. Niyə əvvəldən burada input'a int atırıq? Sadəcə gedişatı göstərmək istəyirəm ki, bax burada intdir. Burada stringdir. İndi gəl bu stringimizi çevirək listə. İki metodu, iki üsul istifadə, ya listlə çevirə bilərik, ya da splitlə çevirə bilərik. Məsəl üçün A bərabərdir list A. Biz onu list funksiyasından istifadə edərək çevirdik siyahıya, list bu formada. Daha sonra siyahıya çevirəndən sonra təzədən sətrə çevirə bilərikmi? Bəli, A bərabərdir. A bərabərdir. Dırnaq, nöqtə, join A. Təzədən çevirdim onu stringə. Və A bərabərdir. Stringi də int-ə çevirmək olar da. Int A. Bu formada. Təzədən çevirdim onu int-ə. Yəni bu bir proqram kodu deyil əlbəttə ki. Yəni sadəcə göstərmək istədiyim nədir? Yəni tiplərdən birindən digərinə keçid. Yəni məsələn int-dən listə birbaşa keçid yoxdur. Int-dən listə, listdən int-ə yoxdur. Arada mütləq STR olmalıdır. Mütləq STR olmalıdır, gözəl insanlar. Ona görə də bu formada tiplərdən birindən digərinə keçməklə lazımi işi görmək olar. Məsəl üçün lazımi iş nə ola bilər? Ədədin rəqəmlərinə biz indeksə müraciət edə bilmirik. Stringə keçərik. Sonra oradan listə keçib metodlar tətbiq edə bilərik. Təzədən stringə, təzədən int-ə. Bu formada icra etmək mümkündür. Bunu da qoy qalsın burada bu formada. Məsələn, başqa bir nümunə göstərək. Deyək ki, A bərabərdir list input. Daha qısa yazaq da, yəni A bərabər input, A bərabər list A yazmaqdansa list input. Bu formada. Daha sonra neyniyək? A nöqtə deyək ki, sort. Azdan çoxa düzək bu formada. A nöqtə reverse. Tərsinə çevirək. Və print edək dırnaq nöqtə join A. Nə işlər gördük burada? Bax, nə işlər gördük burada? Məsəl üçün, daxil etdim inputa, tutaq ki, deyirəm, salam. Onu listə çevirəcək, eləyəcək dırnaqda S, dırnaqda A, dırnaqda L, dırnaqda A, L-dan sonra dırnaqda A və dırnaqda M. Bu formada listə çevirdi. Salam sözünü. Daha sonra sort onu azdan çoxa doğru düzmək deməkdir. Azdan çoxa doğru. Azdan çoxa doğru düzəndə bu ASCII kod sisteminə görə düzüləcək. Kiçik hərflərdə də ASCII kod sistemi 65, 97-dən 122-yə getdiyinə görə alacaq nəticə nə? Dırnaqda A. Daha sonra dırnaqda yenə A. Dırnaqda S. Dırnaqda L. Əlifbanı səhv demədiksə. Dırnaqda L və dırnaqda M bu formada. Daha sonra onu reverse elədik. Reverse elədik, tərsinəsini aldıq. Dırnaqda M, dırnaqda L, dırnaqda S, dırnaqda A bu formada və dırnaqda A. Gedişatı bir-bir çalışıram sizlərə izah edim və təzədən onu birləşdirdiyi bir sətirdə M, L, S, S, A bu formada. İndi gəlin dediyimiz salam sözünü daxil edək
və nəticəyə baxaq. Görək SM, SM, LAA, SM. Deməli, sort azdan çoxa. S-i əlifba ilə səhv yazmışıq axı. S axırda olmalıdır da. Əlifba siyahısında. Elə burada hiss eləmişdim ki, əlifba siyahısında yanlışlıq oldu bu formada. Və onda burada nə düşəcək? Bura düşəcək S, daha sonra L, bura düşər M, e, ML daha doğrusu. M, bura düşər L bu formada və AA və ML. SMLAA ekrana çıxar. SMLAA bu formada ekrana çıxar. Salam AALMS SMLAA tərsinə və SMLA sətr kimi formaya düşə bilər. Məsələn, belə bir metod. İndi başqa nə tətbiq etmək olar? Başqa bir nümunə göstərək sizlərlə. Deyək ki, A bərabərdir, A bərabərdir. List input bu formada qeyd edək və A nöqtə, A nöqtə reverse edək, tərsinə çevirək və print çap edək. Nəyi? Dırnaqda heç bir şey yazmadım. Join-a bu formada yazsaq. Məsələn, deyək ki, burada daxil etdik biz sizinlə 1452 və ya çox uzatmayım, vaxt uzanmasın. Tutaq ki, deyirəm 152. Onda onu listə çevirəcək. Dırnaqda 1, dırnaqda 5 və dırnaqda 2 bu formada. Reverse onu çevirəcək tərsinə. Tərsinə çevirsək dırnaqda 2, dırnaqda 5 və dırnaqda 1 bu formada. Və çapa versək, amma necə? Join edək. 251 sətr kimi. Yaxşı, nə iş gördü? 152 daxil etdim, 251 verdi. Gəlin baxaq. 152, 251. Demək ki, bu məsələ tərsinə çevirmək üçün istifadə oluna bilər. İndi burada alınan nəticə, bax, burada siyahıdır. Siyahı üçün reverse edə bilirik. Yenə də nəticəmiz siyahıdır. Join isə stringdir. Yəni bu desək ki, məsələn, tərsinəsini, ədədin tərsinəsini okeydir, vermək olar. Amma desə ədədin tərsinəsinin üzərinə 10 gələrək çap etsin verilmiş proqram, artıq burada bunu etmək olmaz. Onu intə çevirmək lazımdır. İntə çevirmək lazımdır. Yəni mən məsələn burada üzərinə 10 gəlsəm və bunu run etsəm, 152 yazsam errordur. STR int tip xətası. Çünki stringin üzərinə 10 gəlmək mümkün deyildir. 10 gəlmək mümkün deyildir. Ona görə də məsələn belə bir şey yazmaq olar ki, k bərabərdir, k bərabərdir. Tutaq ki, dırnaq nöqtə join A çevir sətrə və deyək elə printə yazaq birbaşa printə yazaq. Int k üzərinə gələk 10 bu formada yazaq və 152 daxil edək. 152 daxil etsəm tərsinəsi 251 və alınan nəticə olacaq 261. Yəni bu formada metodlar bizə nəyə yardımcı olur? Birindən digərinə keçmək. Yəni o işi ki int-lə görənmirsən stringə keç. O işi ki stringdə eləyənmirsən, stringdən fırlad onu listə elə. Listə keçir, işvi gör, təzədən fırlat stringə. Bunun mənası, məqsədi əsasən bunlardır. Bunlar demək list, join və split metodları barəsində bizim danışdıqlarımızdır. Bir nümunə də göstərək və bununla da bu məsələni düşünürəm ki, bu üç şeyi yekunlaşdırmaq olar. Məsəl üçün belə bir şey deyək də. Bunu da deyək qeyd edək. Məsələn, belə bir şey verəcəm. 14, 25, 36 və 12 tutaq ki deyirəm. Və deyirəm ki, print çap et. Dırnaqda nöqtə, nöqtə, join, birləşdir bu siyahını birləşdir bir sətirdə. Arasında da heç nə qoymayaq. Alınsın nə? 14, 25, 36, 12. Baxın, bu məsələdə biz errorla qarşılaşacağıq. Bu errorun çıxma səbəbi nədir?
Baxın, join metodu siyahını sətrə çevirir. Burada bir problem yoxdur. Amma siyahının elementləri sətr olmalıdır, gözəl insanlar. Sətr olmalıdır. Sətr olmasa onu join etmək olmaz. Sətr olmasa join etmək olmaz. Ona görə də bax burada məsələn biz yuxarıdakı bir nümunədə də fikir versəz, bax burada mən dırnaqda 4 dırnaqda 2 dırnaqda 5 dırnaqda 3 yazmışam. Sadəcə 4 2 5 3 yazmamışam. Niyə? Çünki əgər intdirsə, onu sətrə çevirə bilməyəcək gözəl insanlar. Onu join eləyib bir sətirdə birləşdirə bilməyəcək. Ona görə də bax bunun nəticəsi errordur. Bax bunu da bu başdan mütləq qeyd edirəm ki, biləsiz. Demək ki, join metodu siyahının elementləri sətr tipində olarsa keçərlidir. Join metodu siyahının elementləri sətr tipində olarsa keçərlidir. Ona görə də bu belə bir error bizə verəcək. Bunu da qeyd etməyi borc bildim. Mütləq yadda qalsın. Yaxşı. Başqa bir şey eləyək. Məsəl üçün deyək ki, ə, bir sətr daxil edək. A bərabərdir input və onu split eləyək. Birbaşa printdə yazım istəyirsiniz. Print A nöqtə split. A-nı böl. Məsəl üçün deyəcəm dırnaqda 2-yə görə böl və inputdan alınan dəyərimiz stringdir zaten. Yazıram 114 nə bilim 2 5 6 3 2 9 6 2 6 3 məsələn bu formada. Baxın 2-yə görə böldük. Bax 2-yə görə böldü. 14. Daha sonra 563. Daha sonra 96 və 63 bu formada 2-yə görə bölmüş olacaq. İndi burada Ctrl-C eləyim, bunu da atım bura, bura və nəticəni də bu hissəyə. İndi bunun tərsinəsini eləsək, yəni bax, tutaq ki, A bərabərdir, bizə belə bir siyahı verib, bu formada belə bir siyahı verib və deyir ki, neyniyək? 2 ilə birləşdirək, print, dırnaq, nöqtə, join A. Amma nə ilə birləşdirək dedik? 2 ilə birləşdirək. Görək ki, buradakı ifadəni alacağıq mı? Buradakı ifadəni alacağıq mı? Və aha, yox, düzgün daxil etmədim mən. Yox, bu yuxarıdakının inputu da olsa sıxıntı yoxdur. Hə, buradakı ifadəni alırıqmı? Alırıqmı? Bəli, alırıq. Bu formada 2 ilə join elədik. Yəni join ilə split bir-birinin əksidir. Split bir-bir işarəyə görə ayırır, join isə birləşdirir. İndi növbəti şeylərdə artıq bunları daha da praktik formada biz yazı işlərində görəcəyik. Burada mən list, split və join haqqında olan danışıqlarımı yekunlaşdırıram.